Rüçhan Əkbəroğlu 1990-cı ildən bu yolda döyüşürəm atamla bir yerdə. Allah cəm ölənə şəhidlərə rəhmət eləsin. Mənim qardaşım Sənan adlı rəhmətə gedib 91-ci ildə. Allah taala yerdə qalanlara, əlinə silahlan olanlara can sağlığı. Kənan Hacı Əkbəroğlu Rüstəmov 1975-ci ilin mart ayının 12-sində Ağdam rayonunda anadan olub. Uşaqlıqdan dərslərini yaxşı oxuyub. Atası, qardaşları kimi idmanla məşğul olub. Atası Hacı Əkbər Rüstəmov bütün şuurlu ömrünü idmana həsr edib. İdmanın gimnastika, güləş və digər növləri ilə ciddi məşğul olub, peşəkar səviyyədə məşğul olub və dəfələrlə SSR çempionatlarında, Azərbaycan çempionatlarında qızıl, gümüş medallar qazanıb və digər mükafatlara layiq görülüb. Kənan da özündən böyük qardaşları Sarvan və Sənan kimi idmanla məşğul olub, ciddi şəkildə məşğul olub və yeniyetməliyindən döyüşkənliyi, çılğınlığı və mərdliyi ilə seçilib. 1988-ci ilin ilk günlərində erməni ekstremistlərinin başladığı Qarabağ ətrafında mübahisəli, haqsız, yersiz iddialarına qarşı Ağdam şəhərində insanlar, vətənpərvər oğullar meydanlara axşanda Kənan Rüstəmov da atası Hacı Əkbərlə və qardaşları ilə birlikdə 13 yaşlı yeniyetmə Kənan da meydanlarda etirazçılara qoşulub. Və günbəgün davam edən bu ixtişaşlar yeniyetmələrimizi meydanlarda böyütdü, kişiləşdirdi sanki. Kənan Rüstəmov mitinglər ciddi döyüşlərə çevriləndə atası, qardaşları ilə birlikdə səngərlərə atıldı, erməni daşnaqlarına qarşı əldə silah döyüşməyə başladı. Cəmi 16-17 yaşı vardı. Çox gənc idi, çox yeniyetmə idi. Amma döyüşdən çəkinmədi, addım geri qoymadı və daim qələbə arzusu ilə erməni işğalçılarını geri oturtmaq məqsədi ilə içində bir vətənpərvərlik, bir intiqam hissi oyandı, şölələndi, onu döyüşdən döyüşə apardı. 1992-ci ilin may ayının 15-də Ağdamın Abdalgülablı kəndləri uğrunda gedən amansız döyüşlərdə qardaşı Sənan Rüstəmov bir neçə nəfəri xilas edərək qəhrəmancasına həlak oldu, şəhidlik zirvəsinə ucaldı və bu qardaş itkisi Kənan Rüstəmovun içindəki o vətənpərvərlik hissini, qisas hissini, haqq ədalət uğrunda döyüşdə qələbə qazanmaq hissini daha da alovlandırdı, daha da gücləndirdi. Bildiyiniz səbəblərdən əvvəlki Qarabağ müharibəsi məğlubiyyətimizlə başa çatdı. Kənan da bir çox vətənpərvər insanlar kimi bu məğlubiyyətlə heç cür razılaşa bilmirdi. Atəşkəs elan olunanda Kənanın heç 20 yaşı da yox idi. Ancaq o mübarizəsini dayandırmadı, təhsilini davam etdirə, həyatını qura-qura Qarabağın azadlığı uğrunda, haqq ədalət uğrunda, demokratiya uğrunda mübarizələrə qoşuldu. Bu yolda çox əziyyətləri, çox çətinlikləri oldu, hətta həbs həyatı da yaşamaq məcburiyyətində qaldı.
Amma əqidəsindən dönmədi, addım geri qoymadı və Qarabağın erməni tapdağında qalması ilə heç cür razılaşa bilmədi. Həmişə dedi ki, Qarabağ bizimdir, bizim olacaq, biz mütləq Qarabağı azad edəcəyik. Müəyyən məhrumiyyətlər səbəbindən bir neçə il əvvəl, yəni daha dəqiq desək 13 il əvvəl Kənan Rüstəmov övladlarını, ailəsini də götürüb İsveç dövlətinə köçdü. Həyatını orada davam etdirməyə başladı. Öz işini qurdu. Hazırda İsveçdə şəxsi bizneslə məşğul olur. Amma buna baxmayaraq ürəyi daim Ağdamla, Qarabağla, Azərbaycanla döyülür. Tez-tez Azərbaycana gəlir, dostlarla görüşür, hisslərini bölüşür və Qarabağın azad olunduğu gündən bəri qəhrəman şəhidlərimizin qanı bahasına, qazilərimizin, döyüşçülərimizin canı bahasına azad olunmuş doğma Qarabağımıza dəfələrlə səfər edib, öz həyətlərində, Ağdamın müxtəlif yerlərində, Qarabağın müxtəlif güşələrində dəfələrlə illərdən bəri içində yığılıb qalan göz yaşlarını axıdıb, bu sevinç göz yaşları da əlbəttə ki, Qarabağın biraz pafoslu səslənir sevinç göz yaşları. O sevincin içində kədər də var, dağılmış, viranə qalmış yurtlarımızın, evlərimizin, ocaqlarımızın o xarabəliklərini görəndə azadlığına sevinirsən, amma bu vəziyyətə düşməyinə əlbəttə ki, çox acıyırsan, içindən bir hönkürtü, bir hayqırtı gəlir. Bütün bunlarla belə həyat davam edir. Bugün Kənan Hacıəkbəroğlu Rüstəmovun 50 yaş tamam olur. Tam yarım əsr. Bütün dostlar, qardaşlar, tanıyanlar bu vətənpərvər oğlanın, bu elinə, yurduna, dostlara, qardaşlara, haqqa, ədalətə bağlı oğlanın 50 illik yubileyini təbrik edir. Ona can sağlığı, uzun ömür və sevdiyi insanlarla birlikdə xoşbəxt, firəvan həyat arzuluyurlar.